İpək kimi zərif, cırılmayan, yumuşaq bilincik xəmiri resepti paylaşılan bu reseptlə bilinciklərin alınmaması mümkün deyil. Qaba süd, su, yumurta, duru yağ, duz, un əlavə edib qarışdırırıq. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Bilinçikin xəmiri videoda gördüyünüz duruluqda alınmalıdır. Yapışmaz tavada hər iki yüzü 2-3 dəqiqə bişdisə, demək ki, bilinçiklərimiz hazırdır. Bilinçikin içliyini bugün fərqli reseptlə hazırlamaq istədim. Ona görə də Rosco'nun məhsullarına üst tutdum. Dadlı, ləzzətli və ən əsası halal kalbası və sasika axtarırsınızsa, mütləq Rosco'nun məhsullarından istifadə etməlisiniz. Rosco'nun ən sevdiyim özəlliklərindən biri də çeşidlərinin bol olmasıdır. Kalbasanı və Holland pendirini sürtgəcdən keçirib bilinciklərinin içinə doldurub videoda göstərdiyim formada bükürük. Daha sonra az duru yağda hər iki yüzün nar kimi qızarana qədər qızardırıq. İçlik olaraq siz fərqli reseptlərdən də istifadə edə bilərsiniz. Amma bu reseptlər çox dadlı alınır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik.